Leo is at the mall with his dad and sister. Leo molda atası və bacısı ilə bir yerdədir. Max is at home. Max evdədir. They are talking about Anna's party. Onlar Anna'nın şənliyi, qonaqlığı haqqında danışırlar. Leo is in a store, but he doesn't buy a t-shirt because he has lots of them. Leo mağazadadır, amma o qısa qol köynək almır, çünki onda çoxlu var. Max is wearing brown pants. Max qəhvəyi şalvar geyinib. Leo is wearing his black t-shirt and a jacket to the party. Leo partiyə, məclisə qara qısa qol köynək və jaket, gödəkçə geyinir. Leo isn't wearing sneakers. Leo idman ayaqqabısı geyinmir. The passage is mainly about, mətn əsasən nə haqqındadır? Leo's outfit and party conversation. Leonun geyimi və qonaqlıq söhbəti, bəli. A trip to the mountains. Dağa səfər, xeyr. Max school day, Max'in məktəb günü, xeyr. Leo's favorite store at the mall. Leonun moldakı sevdiyi mağaza, doğru cavabımız A variantıdır. Which statement is true according to the passage? Mətnə uyğun olaraq hansı fikir doğrudur? Max is shopping with Leo. Max Leo ilə bazarlıq edir, xeyr. Leo is wearing sneakers. Leo idman ayaqqabısı geyinir, xeyr. Leo is not wearing sneakers. İdman ayaqqabısı geyinmir, bəli. Leo is buying a t-shirt. Leo t-shirt, qısa qol köynək alır. Doğru cavabımız C variantıdır. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Leo is getting ready for. Leo hazırlaşır. A trip with his dad. Atası ilə səyahətə, xeyr. Anna's party. Anna'nın qonaqlığına, bəli. His sister's birthday. Bacısının doğum gününə, xeyr. A test at school. Məktəbdəki imtahana. Doğru cavab B variantıdır. Choose the correct answer to the question. Suala doğru cavab seçin. Why does Leo decide not to get a t-shirt? Nə üçün Leo qərara gəlir ki, o qısa qol köynək almasın? He has plenty of t-shirts at home. Evdə kifayət qədər çoxlu qısa qol köynəyi var, bəli. He wants to buy pants instead. Əvəzində şalvar almaq istəyir, xeyr. He doesn't like shopping. Bazarlığı sevmir, xeyr. His dad says no. Atası ona imkan vermir. Doğru cavab A variantı. Write one adjective from the passage which characterizes the word t-shirt. T-shirt sözünü xarakterizə edən mətndən bir sifət seçmək tələb olunur. T-shirtdə təsvir edən sifətimiz black, doğru cavabımızdır. Casey is feeling sad today because she read a book about endangered animals. Casey bugün kədərli hiss edir özünü, çünki nəsli kəsilməkdə olan heyvanlar haqqında bir kitab oxuyub. These are animals that are in danger of disappearing. Bu heyvanlar yox olmaq təhlükəsində olan heyvanlardır. There are not many of them left in the world. Dünyada onlardan çox az qalıb. Casey is thinking about animals like tigers, elephants, pandas and monkeys. Casey pələng, fil, panda və meymun kimi heyvanlar haqqında düşünür. Dan wants to know why these animals are in danger. Dan bu heyvanların niyə təhlükədə olduğunu bilmək istəyir. Casey explains that people cut down trees. Casey izah edir ki, insanlar ağacları kəsirlər. Trees are homes for animals and animals also get food from trees. Ağaclar heyvanların evi kimidir və heyvanlar ağaclardan qida tapırlar. When trees are gone, animals lose their homes and cannot find food. Ağaclar yox olduqda heyvanlar həm evlərini itirirlər, həm də yemək tapa bilmirlər. People also hurt animals to take their skin or other body parts. İnsanlar həmçinin heyvanları dərilərini və ya bədənlərinin digər hissələrini almaq üçün zərər verirlər, zədələyirlər. Casey and Dan both agree that this is very sad. Casey və Dan bunun çox üzücü olduğuna inanırlar, razılaşırlar. They want to help the animals. Onlar heyvanlara kömək etmək istəyirlər. Dan says we should stop hurting animals.
And Cassie says we should do something protect to them. Dan deyir ki, biz heyvanlara zərər verməyə dayandırmalıyıq. Cassie isə deyir ki, onları qorumaq üçün nəsə etməliyik. They both believe that the world is more beautiful with animals in it. Onlar hər ikisi də inanır ki, heyvanlarla birlikdə dünya daha gözəldir. The passage is mainly about, mətn əsasən nə haqqındadır? Why some animals are endangered? Nə üçün bəzi heyvanlar nəsli tükənməkdədir? Doğrudur. A book about animal babies. Heyvan balaları haqqında kitab. How trees grow in the forest. Meşədə ağaclar necə yetişir? How to train a pet tiger. Ev pələngini necə məşq elətdirməli? Doğru cavabımız A variantdır. Choose the correct answer to the question. Suala düzgün cavab verin. Why do animals lose their homes? Nə üçün heyvanlar evlərini itirir? Because people take their food. Çünki insanlar onların qidasını götürür. Because they move to cities. Çünki onlar şəhərə köç edir. Because they sleep too much. Çünki onlar çox yatır. Because trees are cut down. Çünki ağaclar kəsilir. Doğru cavabımız D variantıdır. Complete the sentence according to the passage. Mətnə uyğun olaraq cümləni tamamlayın. Endangered animals are in danger because nəsli kəsilməkdə olan heyvanlar təhlükədədir. Çünki they cannot run fast. Onlar sürətli qaça bilmir. They lose their homes and are hunted. Onlar evlərini itirir və ovlanırlar. Bəli. They eat too much food. Onlar çox ərzaq, qida yeyirlər. Xeyr. People help them too much. İnsanlar ona çox kömək edir. Doğru cavabımız B variantıdır. Which statements are true according to passage? Mətnə uyğun olaraq düzgün fikirlər seçin. Trees are homes for animals. Yəni ağaclar heyvanlar üçün evdir, yurt yuvadır. Doğrudur. People never hurt animals. İnsanlar heç vaxt heyvanları incitmir. Bu səhv fikirdir. Animals are not important to the planet. Heyvanlar planet üçün bir əhəmiyyət kəsb etmir. Bu da yanlışdır. We should protect endangered animals. Nəsli tükənməkdə olan heyvanları qorumalıyıq. Bu doğru fikirdir. 1-4 doğru cavabımız C variantı. Which word from paragraph 3 best fits the following definition? Paragraf 3-də aşağıda verilmiş tərifə uyğun söz hansıdır? To keep someone or something safe from injury, damage or loss. Bir şəxsi, bir nəyisəni təhlükədən, itkidən, ziyandan qorumaq, qoruyub saxlamaq, yəni to protect düzgün cavabımızdır. Match the opposites, əks bəna olan sözləri uyğunlaşdırın. Late, gec, early, erkən. Full, dolu, empty, boş. Clean, təmiz, dirty, kirli. C-A-B, doğru cavab C variantı. Match the house, uyğunlaşdırın. To plant, əkmək. To plant flowers, gül əkmək. To turn off the light, işıqları söndürmək. To cut down forest, meşələri kəsmək. C-B-A, doğru cavab A variantı. Choose the correct preposition. Düzgün sözünü seçin. I help my grandma take care her garden. Nənəmə bağçasına, bağına qulluq etməkdə kömək edirəm. Take care of-la işlənir. Doğru cavab B variantı. Make up a sentence, cümlə qurun. Variantdan baxaq. To throw the paper, don't the flower. Heç bir məna kəsb eləmir. Don't throw the floor to the paper. Yəni sanki döşəməni kağıza atma. Əslində olmalıdır kağızı döşəməyə atma. Yəni ki, əmr cümləsi olacaq. The paper don't, ümumiyyətlə paper təkli oluna görə don't olmaz lazımdır olar. Throw to the floor düz gəlmir. Don't throw
the paper, kağızı atma, to the floor, döşəməyə, doğru cavab D variantı. Complete the sentence with one suitable word, write one word only. Cümləni yalnız bir uyğun sözlə tamamlayın. Many wild animals are in and we need to help them. Əksər yabanı vəhşi heyvanlar təhlükədədir, olmalıdır. We need to help them, onlara kömək etməliyik. Təhlükədədir, yəni in danger, in trouble, ehtiyacı ola bilər, ehtiyac içindədirlər, in need və ya azalmaqdadırlar, in decline. İlk ağla gələn sözlərdəndir. What does Josh ask Mia to do? Josh Mia'dan nə etmək istəyir? Hi Mia, salam Mia. Can you send me the notes from today's science class? Zəhmət olmasa mənə bugünkü təbiət elmləri dərsindəki qeydlərini göndərə bilərsənmi? I wasn't feeling well and missed the lesson. Özümü yaxşı hiss etmirdim və dərsdə iştirak edə bilmədim. Thanks a lot, çox sağ ol Josh. Nə üçün yazıb? To help him with homework, ev tapşırığında kömək etmək üçün. Ona to meet him after school, onunla dərsdən sonra görüşmək üçün. To explain a math problem, riyaziyyat məsələsini izah etmək üçün. To send class notes, sinifdə apardığı qeydləri göndərmək üçün. Doğru cavab D variantı. Why did Sarah write to Lily? Sarah Lily'yə nə üçün yazıb? Hi Lily, salam Lily. Thanks so much for your help during the group project. Qrup layihəsi ərzində köməyin üçün çox sağ ol. I really like your ideas and I think we worked well together. Sənin ideyaların çox xoşuma gəldi və bir yerdə düşünürəm ki, çox yaxşı iş gördük. Let's team up again next time. Növbəti dəfə də gəl bir yerdə komanda işi görək. Sarah yazıb, nə üçün yazıb? To ask Lily for help, kömək istəmək üçün. Lily'dən to remind Lily about the project, layihə haqqında Lily'yə xatırlatmaq üçün. To invite Lily to a party, Lily'ni partiyə dəvət etmək üçün. To thank Lily and show appreciation, Lily'yə təşəkkür edib ona minnətdarlığını göstərmək üçün. Doğru cavab D variantı. Choose the correct variant, düzgün variant seçin. Did she make the cake? O özü hazırlayıb tortu. She, herself, doğru cavab B variantı. Choose the correct variant, düzgün variant seçin. My brother and I are proud of, mənim qardaşım və mən, yəni biz özümüzlə fəxr edirik. Ourselves, doğru cavab C variantı. Choose the correct variant, düzgün variant seçin. Did Anna and Tom make those costumes? Bu kostyumları Anna və Tom, yəni onlar özləri, they, themselves, doğru cavab B variantıdır. Choose the correct variant, düzgün variantı seçin. I don't know this man, do you know? Mən bu adamı, bu kişini tanımıram, sən onu tanıyırsan. Mən olduğuna görə onu, him, doğru cavabdır. Choose the correct variant, düzgün variant seçin. My brother hurt while playing football, so I helped get up. Qardaşım özünü zədələdi futbol oynayarkən, yəni he himself. Mən ona ayağa qalxması üçün kömək etdim, ona, yəni him, doğru cavabımız C variantı. Choose the correct variant, düzgün variant seçin. The cat saw in the mirror and jumped back. I laughed at. Pişik aynada özünü gördü, yəni özünü, the cat itdi, it itself olmalıdır. And jumped back və geri tullandı. Mən ona güldüm, obyekt əvəzi, o da it olmalıdır. Doğru cavabımız D variantı. Choose the correct variant for the underlined part. Altından xətt çəkilmiş hissə əvəzindən əvəz eləyirik. Can you call Peter and me later? Peter və mənə daha sonra zəng edə bilərsənmi? Peter və mənə, yəni bizə. Doğru cavab us, A variantıdır. Choose the correct variant for the underlined part.
altından xətt çəkimi sözü əvəzlə əvəz eləyəcək. She will decorate the cake later. O tortu daha sonra bəzəyəcək. Tortu nəyi qeyri-insan anlayış bildirir? It əvəzliyi. Doğru cavabımız C variantıdır.